Daşaltı, Şuşa, Xocalı və s. Əslində naviqasiya proqramları bu yerləri çoxdan tanıyırdı. Ancaq indi biz konkret ünvanlar axtarırıq. Qarış-qarış bərpa olunan və ev sahiblərini qarşılayan ünvanları. Salamünaleyküm, yorulmayasınız. Sağ olun. Prezident İlham Əliyev Şuşa və Xocalıya səfərlərini Daşaltı məscidi ilə tanışlıqla başlayacaq. Məsciddə eyni vaxtda 150 insan ibadət edə biləcək. Şuşa Müalicə Sağlamlıq Mərkəzi də istifadəyə verilib. Tibbi bərpa və reabilitasiya şöbəsində duş su vannalarıdır, duş suyun daxilə qabuludur və müxtəlif reabilitasiya proqramları tətbiq olunur. Beləliklə, pediatrik, yəni ki, uşaq əhalisi üçün, artrologiya, oynaq xəstəlikləri üçün, nevrologiya, reabilitasiya mərkəzi də burada mövcuddur. İnanırıq ki, həmən reabilitasiya şöbəsi Respublikada böyük maraqda olacaq və vətəndaşlarımız gözəl Şuşanı gəlib ziyarət etməklə yanaşı öz sağlamlıqlarını da yaxşılaşdıra biləcəklər. Əslində Şuşanın təbiəti, Qarabağın təbiəti ilə bir müalicədə o mərkəzlər də əlavə dəstək edir. Tamamilə razıyam sizinlə. Bütün xalqımıza möhkəm can sağlığı arzu edirəm. Sağ olun. Avadanlıqlardan plan götürərək? Hə, mütləq. Ən müasir avadanlıqlarla təchiz olunub. Mərkəz 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir. Eyni zamanda bütün zəruri şöbə və avadanlıqlarla təchiz olunub. Eyni zamanda belə görünür ki, təkcə Şuşa üçün yox, ətraf bölgələrin əhalisi üçün də mərkəz xidmət göstərə biləcək. Hidroterapiya vannaları. Səhiyyə Naziri LED köşkdən istifadə etməklə bu monitor vasitəsilə Sağlamlıq Mərkəzinin imkanları barədə dövlət başçısına məlumat verəcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə Sağlamlıq Mərkəzində görülən işlərlə yerindəcə tanış olacaq. Təməli qoyulan 4-cü yaşayış kompleksi layihəsi çərçivəsində isə 16 binanın inşası nəzərdə tutulur. Ümumilikdə yaşayış kompleksində 274 mənzilin inşası planlaşdırılır. Dövlət başçısının təmələ atacağı kapsul. Bəs bu kapsulun içində nə olur? Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 4-cü yaşayış kompleksinin təməli qoyulmuşdur. Şuşa şəhəri 09.05.2025.
Xocalı yarımstansiyası və rəqəmsal idarəetmə mərkəzi də istismara hazırdır. 3200 kilovat gücündə yarımstansiya və mərkəz Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır. Prezident İlham Əliyev Xocalı yarımstansiyası və rəqəmsal idarəetmə mərkəzinin açılışında iştirak edir. Qarabağ və Şərqi Zəngəzur yaşıl zonaya çevrilir. Bunun daha bir təsdiqi, bax, indi dövlət başçısına Azərişıq Səhmdar Cəmiyyətinin sədrinin təqdim etdiyi elektro avtomobillər üçün doldurma qurğuları idi. Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksi də işə başlayır. Layihə dəyəri 4,2 milyon manat olan kompleksdə 55 yeni iş yeri yaradılıb. Toxunuşdan toxunuşa fərq var da deməli. Xanabad kəndində heyvandarlıq kompleksinin yerləşdiyi ərazidən Xanabad kəndinə həm də gözəl bir mənzərə açılır. Kompleksin həm də bu otlaqlardan istifadə imkanı olacaq. Salam aleyküm. Xeyirli olsun. Nə hazırlayırsınız burada? Kətə, qutab hazırlayırıq. Yerli məhsullardan. Yerlidir. Göyərtiniz, Xocalı göyərtisi. Xocalıdan da. Burada işlə təmin olunmusunuz? Pişmişi var. Verim də yağlayayım. Birini qoymuşam de bura. Göyərti, yağ, hamısı Xanabaddır. Hamısı Xanabaddır. Bunu yağlı yemək lazımdır da. Dadlıdır. Salam, xeyirli olsun. Təşəkkür edirəm. Yeni istifadəyə verilən kompleks hansı xidmətləri, hansı imkanları özündə birləşdirir və ümumiyyətlə bölgəyə nə verəcək? Təsərrüfatımızda 3 cins heyvan mövcuddur. Məqsədimiz burada ətçilik və südçülüyü inkişaf elətdirməkdir. Avstriya mənşəli simental, Uruguay mənşəli anqus və eyni zamanda Almaniya mənşəli Holstein olmaqla 3 cinsi özündə birləşdirir. Təsərrüfatımızın ümumi tutumu 750 başdır. Hal-hazırda təsərrüfatda 355 baş heyvan mövcuddur. Gələcəkdə süd emalı fabrikamızda işə düşdükdən sonra, ana sürünü də bura köçürdükdən sonra tam həcm ilin sonuna yekunlaşacaq. Və burada hədəfimiz damazlıq heyvanları yetişdirib, yerli iqlimə uyğunlaşdırmaq və Qarabağımıza, bura köçən insanlara yerli cins və damazlıq heyvanların satışını nəzərdə tutmuşuq. 1992-ci ildə torpaqlarımız işğala məruz qalanda mənim 15 yaşım var idi. Həyat elə gətirdi ki, biz 2 dəfə qaçqın düşdük. Mən doğulmuşam Laçın rayonu Kəmalı kəndində, Ucqardağ kəndində. Bu bizim talihimiz idi, biz bunu yaşadıq, amma Cənab Prezident dediyi ki, biz əzilmədik, dəyanətli olduq, çalışdıq və qaçqın çıxan uşaqlar artıq Qarabağa biz sahibkar olaraq döndük. Xanabad kəndində heyvandarlıq kompleksi istifadəyə verilir.
və bu kompleksin açılışı əslində həm yeni iş yerlərinin yaradılması, həm yerli tələbatın ödənilməsi baxımından önəmlidir, həm də məhsullar Birləşmiş Ərəb Əmirliyinə və Qətərə ixrac ediləcək. Ağdam həmişə nəqliyyat qovşağı olub. Bugün isə şəhər yenidən qurulur və köhnə statusunu bərpa edir. Bugün istifadəyə veriləcək Ağdam dəmir yolu və avtovağzal kompleksi şəhəri nəqliyyat hubuna çevirməklə yanaşı onun inkişafını təşviq eləyəcək. Digər protokol qaydaları qədər təmizlik də ümdə məsələlərdəndir. Ağdam-Bakı. İlk Ağdam-Bakı qatarının bələdçilərisiz də, demək olar ki. Necə bir hissdir? Çox gözəl bir hissdir. Çox şad oldum. Gözəl bir hissdir. Bu qədər. Bəli. Qatarın ekonom sinif hissəsi, biznes sinif və birinci sinif hissəsi. Hazırda əsas tədbir üçün test edilir qatar. Maşinistlərimiz iş başındadır. Təbrik edirik sizi. Çox sağ olun. İlk Ağdam-Bakı qatarının maşinistlərisiz. Yəqin ki, özünə məxsus hisslərdir bunlar. Qatarımızın hansı imkanları var, hansı texniki xüsusiyyətləri var? Qatarımız müasir qatardır. Hal-hazırda gördüyümüz monitorlarda hər bir hissəsi elektronlaşdırılıb. Yüksək səviyyədə təhlükəsizlik sistemləri mövcuddur. Bütün sistem elektronlaşdırılıb, belə başa düşürəm. Bəli, bəli. Gördüyümüz qatarda mexaniki bir nəsə görmürük. Hər bir monitorlar elektronlaşdırılmışdır. Hər hansı bir nasaslıq halları aşkar olunursa, monitorlarda qeyd olunur, müasir standartlara cavab verir. Rahatdır. Oturacaq, tənzimləyəcək. Geriyə, geriyə və s. Bu hissə isə göstərir ki, sərnişinlər uzun yolu az-susuz keçirməyəcəklər. Leyla xanım, bu tarixi qatardır. İlk Ağdam-Bakı qatarının bələdçisi olmaq da yəqin məxsusi bir hissdir. Bəli, çox sevincli və qürur verici bir hissdir. Çox şadıq burada olmağımıza. Qatarın hansı imkanları var, hansı xidmət imkanları var bu barədə? Qatarımız 5 vaqondan ibarətdir. Ümumi sərnişin tutumu 270 nəfərlikdir. Standart plus, biznes və birinci sinifdən ibarətdir. 3-cü vaqonumuz həmçinin restoran vaqonu olaraq fəaliyyət göstərir. 4-cü vaqonda hərəkət məhdudiyyəti olan şəxslər üçün yerlər mövcuddur. Eyni zamanda Wi-Fi xidmətimizdən sərnişinlər yararlana bilərlər.
Ölkədə ilk dəfə olaraq məhz Ağdamda bu kompleksdə Qapalı Dəmir Yolu platforması inşa edilib. Platforma 350 metr uzunluğundadır. Bundan başqa kompleksdə 48 avtobus dayanacağı, taksi və velosiped dayanacaqları, həmçinin elektrik avtomobilləri üçün doldurma nöqtələri fəaliyyət göstərir. Kompleksin gündəlik sərnişin gücü dəmir yolu üzrə 800 min nəfər, avtovazlar üzrə 1300-1500 nəfər təşkil edir. Biz artıq bilirik Bakıdan Ağdama nə qədər vaxta gəlib çatacağıq qatarla. Hal-hazırda infrastruktur imkanları və qatarın texniki imkanları nəzərə alınaraq bizim bu yola verdiyimiz sürət və məsafə 5 saata Ağdamdan Bakıya getməyə imkan verir. Prezident İlham Əliyev qatarlardakı şəraitlə tanış olur. Böyük Qaydışın növbəti məntəqəsi Ağdamın Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən kənd 2544 nəfər üçün planlaşdırılıb. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulur. İstifadəyə verilən yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Kənddə 484 şagird yerlik məktəbdə artıq məktəblilərin ixtiyarındadır. Salam aleyküm. 35 dəqiqəmiz var. Fürsətdən istifadə edə bilərik. Bu məktəb Böyük Qaydış proqramı çərçivəsində növbəti təhsil müəssisəsidir ki, çox yaxın zamanda artıq növbəti tədris istifadəyə veriləcək. Ümumiyyətlə, məlumat üçün qeyd edib ki, hal-hazırda artıq 20 təhsil və məktəblərarası təhsil müəssisəsi işğaldan azad edilmiş torpaqlarda fəaliyyətə başlayıb. Ümumilikdə şagird sayımız 2200 nəfərdən artıqdır və 200-dən artıq uşaq da bağçalara gedir. Və növbəti tədrisdə bu sayın əsas şəkildə artacağını planlaşdırırıq. Bu məktəbdə digər məktəblərimiz olduğu kimi standartlar əsasında inşa edilib. Məktəbin həm dərs otaqları müasir avadanlıqla təchiz edilib, həm idman, həm digər sosial tədbirlər üçün müəyyən infrastruktur nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev Kəngərli məktəbində görülən işlərlə yerindəcə tanış olur. Elm və Təhsil Naziri dövlət başçısına məlumat verdi ki, artıq məktəbdə tədris başlayıb. ...484 yerlik məktəblə tanışlıqdan sonra dövlət başçısı 120 yerlik Kəngərli kənd körpələr evi uşaq bağçası ilə tanış olacaq. Balacalar da balaca çantalarını hazırlaya bilərlər. 120 yerlik körpələr evi uşaq bağçasında azyaşlıların təlim tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Dövlət başçısı Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə də tanış oldu. Qeyd eləyək ki, birinci mərhələ üzrə kəndə 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 ev hazırdır. Kəngərliyə xoş gəldiniz. Bugünün qəhrəmanı. Sağ Siz olun, xoş gəlmisiniz. Sizi təbrik edirəm. Kəngərliyə həyat qayıdır. Kəngərli sakinləri artıq qayıdır. Böyük xoşbəxtlikdir. Biz 300 minə yaxın o vaxtki köçkünü gözəl evlərlə təmin etmişdik. O görüşlər zamanı deyirdim ki, bu müvəqqəti yaşayış yerinizdir. Torpaqlar azad olunandan sonra sizin üçün daha gözəl şərait Qarabağda yaradacağıq. Bugünün mərasimi, o sözlərin, necə deyərlər, möhürüdür. Və bilirəm, sizdə də, bizdə də, bütün Azərbaycan xalqında heç vaxt şübhə olmayıb ki, biz öz torpaqlarımıza qayıdacağıq. Amma çox möhtəşəm qayıtdıq. Açarların təqdim edilmə mərasiminə başlayırıq. Balakişiyev Həsən Əsədoğlu. Qəhrəmanova Bağlı Qəmbərli. Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinin açılışını etdi. Burada görülmüş işlərlə tanış oldu. Daha sonra isə bir qrup sakinə mənzillərinin açarlarını təqdim etdi. Beləliklə 10 may tarixində Ulu Öndərin doğum günündə böyük qayıdışın növbəti məntəqəsi Ağdam rayonunun Kəngərli kəndidir. Muğamımız da Ağdama qayıdır. Bu gündən gözəl gün nə ola bilər? Çox sevinçliyik. 30 il həsrətini çəkdiyimiz gəlmişik yurdumuza, gözəl evlə təmin olmuşuq. Çox sağ olsun. Bu işdə kimlərin əməyi var, Allah onlara ömür versin, Allah qorusun. Evinizə baxa bilmişsiniz? Baxmışıq. Bir otaqdır. Bizdə 3 otaqlıdır. Şərait necədir? Gözəl, çox gözəl, çox razıyıq. 4 qat dünya çempionu, 7 dəfə Respublika çempionu.
Mənim üçün böyük bir şərəfdir mən burada olmağım. Mən öz doğma yurduma, ata-baba yurduma qayıtmağım mənim üçün yəni əvəz olunmaz bir şeydir. Bizim uşaqlıqdan bizə öyrədiblər ki, bizim ürəyimizdə alovlanıb yanan vətən eşqi, yəni bu gün öz sözüm burada bizi kövrətməklə, bizi fəxrləndirməklə göstərir. İndi həm də Ağdamı, Kəngərlini təmsil edəcəksən. İnşallah. Olsun. Sağ olun. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev. Gözəl tədbiri mayın 10-unda keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Bugün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirtmək əlbəttə ki, böyük məna daşıyır. Ağdam həm də muğam mərkəzidir. Ağdam Muğam Məktəbi bütün ölkədə məşhurdur öz yetirmələri ilə və Ağdamın bərpa prosesinin ilk mərhələsində Ağdam Muğam Mərkəzinin inşası təsadüfi deyil və bugünkü konsert proqramı da böyük qayıdışın daha bir təntənəsi, daha bir rəmzidir. Gözüm canım efendim sevdiğim devletli sultanım. Gözüm canım efendim sevdiğim devletli sultanım. Tədbir protokolunda dövlət başçısının səhnəyə çıxışı planlaşdırılmırdı, ancaq o səhnəyə çıxdı və sənətkarlarla görüşdü. Yaşadıkça halkımız da yaşamak. Sağ olun. Təəssüratlarınızı yəqin çox tarixi bir müşahidə elədik. Buyurun. Bugün da tarixi gündür. Azad olunmuş torpağımızda, Ağdamda, Muğamın vətənində böyle bir gözəl Muğam sarayının açılışı oldu. Bizim gözəl ifaçılar Muğamı canlandırdılar. Torpağımızı bu sənət bayramı münasibətilə təbrik edirik. Çox xoş gün, əziz bir gündür. İnanın, ürəyim fərəhlə dolu. Tək mənim yox, burada duranların hamısı.
O cümlədən sizin. 2018-ci ildə cənab prezident Uzanlı qəsəbəsində muğam mərkəzi açılanda söylədi ki, inşallah torpaqlarımızı azad edəndən sonra biz Ağdamın mərkəzində böyük bir muğam mərkəzi tikəcəyik. Bax, bu gün o gündür. Bugün sonuncu ifanı bu üç iştirakçımız elədi. Adın nədir sənin balaca? Əhəd. Həyəcanlı deyildin? Necə alındı səncə? Nə hisslər keçirdin? Gözəl hiss idi. Gözəl hiss. Sənin adın nədir? Rüfət. Rüfət. Türrə. Siz Əhədin valideynlərisiniz. Bəli, biz Əhədin valideyni. Nə hisslər keçirdin? Ağdamlısınız? Bəli, biz Ağdamlıyıq. Çox şükür, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Minnətdarıq. Şükür Allaha ki, qayıtmışıq öz torpaqlarımıza. Mən birinci dəfə Ağdama gələndə göyə baxdım, orada bir quş belə qonmağa ağac yox idi. Amma indi görürsünüz necə böyük tikililər, necə böyük hazırlıq işləri, bərpa işləri gedir və Ağdamda muğam mərkəzi açılır. Bunu heç yuxumuzda belə görə bilməzdik. Muğam Ağdama qayıdır, belə deyək. Hansı hisslər, hansı duyğular var? Valla bu yerlərə mən bir neçə vaxt bundan qabaq gəlmişdim, düzənli idi. İndi binaları və metin və muğam evi və bu inşallah ki davam edəcək. Bir neçə ildən sonra Ağdam böyük bir şəhər olacaq, Allah qoysa. Düşmənlər xar oldu. Bugün də yenə də biz Ağdamdayıq. Çox şükür Allaha ki, bütün mədəniyyət xadimləri də buradadır. Çox sevincli bir gündür, əlbəttə böyük bir tarixdir. Bizə bugün qismət oldu. Və təbii ki, hər birimiz cənab prezidentimizin rəhbərliyi altında bundan sonra da Qarabağın, Şərqi Zəngəzurun gözəl inkişafının şahidləri olacağıq. Düşünürəm ki, biz artıq Ağdamda məskunlaşırıq. Şükür bu günümüzə biz 30 il bunun həsrətini çəkmişik. Və bu günləri Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz 44 gün ərzində bir tarix yazıb ki, igid şəhidlərimizin, qazilərimizin sayəsində biz bugün artıq Ağdama gözəl tədbirlərə gəlirik.